Süd içmək zərərlidir, yoxsa faydalıdır? Son günlər sosial şəbəkələrdə həkimlərin südün zərərləri ilə bağlı hazırladıkları videolar mənim də diqqətimi çəkdi və qərara gəldim ki, südün faydalı yoxsa zərərli olduğu haqqında bir araşdırma video hazırlayım. Uşaqlıqdan bəri bizə deyilir ki, süd için sizin boyunuz uzanacaq, dişləriniz möhkəm olacaq. Həqiqətən də südün tərkibində olan D vitamini, kalsium və zülallar bizim sümük sağlamlığımız üçün çox faydalıdır. Lakin südün bəzi zərərləri də var. Deməli, dünya əhalisinin 60%-dən çoxu südün tərkibində olan laktoza fermentini həzm eləyə bilmir. Fikir vermisinizsə, bəzi insanlar süd içdikdən sonra qarnında köp, həzmsizlik və ishal problemləri yaşayır. Bu həmin laktoza fermenti ilə bağlıdır. Bəzi insanlar var ki, südü içdikdən sonra onlarda iltihab arta bilir, yaxud da ki, allergik reaksiyalar yaranır. Bu insanlar süd içməsələr daha yaxşı olar. Bir də ki, südün hormonal təsirləri var. Bu market südlərinə aiddir. Marketdə satılan südlərin tərkibinə qatılan hormonal maddələr, yaxud da ki, antibiotik qalıqları sizin hormonal balansınıza mənfi təsir göstərə bilər. Amma bu demək deyil ki, süd zərərli qidadır. Xeyr, əslində süd çox faydalı qidadır. Xüsusilə də uşaqlarda böyümə dövründə tərkibindəki D vitamini, kalsium və zülallar sayəsində sümük inkişafını dəstəkləyən bir qidadır. Lakin dediyimiz kimi, əgər laktoza həssaslığınız yoxdursa, süd sizdə allergiya yaratmırsa, süd içə bilərsiniz. Amma bir nüans da nəzərə alın, çalışın ki, təbii kənd südü içəsiniz. Bəs maraqlıdır, həkimlərin süd içməyin fikri ilə razısınızmı? Zəhmət olmasa şərh bölümündə fikirlərinizi yazın.